O ayrılmarıq mahnım çıxan vaxtları var idi. Bəli. Mən institutda oxuyurdum, amma işləyirdim mən də. Bəli. Taksi ilə gedib gəlirdim işə. Aha. Mən musiqiçilərim, yəni ki, onlar musiqiçilərim yanında olan bir söhbətdir. Bir fanatım var idi. Fanatlarım ümumiyyətcə çox idi. Maşın alıb gətirmişdi mənə. Qırmızı maşın, özü yağın içində, hədiyyə. Oo. And ola Allaha, mənim musiqiçilərim də bilir. Yəni ki, bu yalan ola bilməz. Yenə də mən taksiyə mindim, evimə getdim, maşını götürmədim. Hələ uzun müddət elə taksi ilə. Niyə maşını götürmədiniz? Götürmədim. Verən, hədiyyə eləyən bəy idi. Təbii ki, xanım eləməz. Bəli. Niyə ki, xanım da xanıma? İndi ola Bəy də bilər. bəyə hədiyyə Yox, eləyir, indi xanım ola da bilər xanım. xanımlar hədiyyə eləyir. O vaxtı O imkan yox idi. hə, o imkan yox idi. İndi xanımlarımız maşallah tək olsun. İndi iş adamları da çoxsu. Bizneslə Bəy məşğullar. hədiyyə Sevinirəm bunlara. göndərəndə maşını Zayda xanım. Nə dedi hədiyyə göndərdi? Sizin fanatınızam deyə göndərdi? Mən fanatım idi, gedib mən oxuduğum yerdə gedirdi, gəlirdi hər zaman. Görüb Bəli. taksi ilə gedib gəlirəm. Tamam. Hə, bir gündə Maşın gəldi. Bəli. Özü dedi ki, Qırmızı maşını mən sizə maşın hədiyyə idi. eləmişəm. Özü yadımdadır. Qırmızı Toyota idi. Aha, Toyota. tamam. Gəldi dedi ki, maşını sizə mən hədiyyə Hə. eləyirəm. Bəli. Və qarşılığı Yox, hədiyyə də eləyirəm. sadəcə hədiyyə. Zayda xanım, bəs dokumenti verərsən, adınıza keçir. Sınav. Güzel Zayda xanım Günəş. Ağıl iş görmüsünüz. Heç kimdən hədiyyə götürməmisiz. Bilirsiniz də son vaxtlar belə bir qəribə bir hal yaranıb da. Kim kimə hədiyyə verirsə, məlum olur ki, o hədiyyəni geri alır. Niyə? Hədiyyəni verən şəxs. İndi o vaxtlar ən çox kişilər hədiyyə edirdi. İndi qadınlar da qadın həmrəyliyini göstərir, qadının yanında olmağa çalışır. Bu başqa bir şey, amma əgər bir kişi qadına hədiyyə verib, niyə hədiyyə verir ona? Bax, gəl sual yaranır da. Ondan qarşılıq gözləyir. Yəni, sən mənimlə olmalısan, sən mənimlə üzr istəyirəm ifadəmə görə yatmalısan, durmalısan. Gecə 4-də də zəng vursam, sən mənim xidmətimdə hazır olmalısan. Yəni, o hədiyyələr qarşılıq gözləyir. Yəni, son vaxtlar görürük də kiminsə maşınını alıblar geri, kiminsə mənzilini, villasını, nə bilim, zinniyyət əşyalarını və digər nələri. Amma yaxşı etmişsiniz. Hədiyyə götürməmişsiniz. İnsan özü qazananda, özü-özünə hədiyyə nə iş edəndə çox dəyərli olur. Onu ümumana qədər inanırsın, sevə-sevə saxlayırsan, əzizləyirsən. Elə hər şeyi özünüz etmişsiniz, özünüz də edin. Nə yaxşı kimdənsə hədiyyə götürməmişsiniz. Zahidə Günəş.